Baxın, görürsünüz, Tamstor supermarket və Nur çörək zavodunun işçiləri necə qida təhlükəsizliyini qorumadan xidmət göstərir. Deməli, əziz izləyicilər, əziz dövlət orqanı əməkdaşları, buradan qida təhlükəsizliyi əməkdaşlarına da səslənirik. Deməli, Nur çörək zavodunun düzdür, çörəyini almışıq. Məsələn, Nur çörək zavodunda deyil, Tamstor supermarketdən söhbət gedir. Gedib çörək alırıq. Deməli, polietilen torbadan istifadə olunmur. Təkrar istehsal edilmiş, yəni gigiyenik olmayan təsərrüfat paketlərindən istifadə edilir və hətta birbaşa çörək un məmulatlarının yanında tam şəkildə ancaq tapılan paket budur. Şəffaf adi paketlər ümumiyyətlə yoxdur. Və dəfələrlə market rəhbərliyinə məlumat verərək tələb etmişəm ki, niyə ağ paket yoxdur? Deyiblər, bildirirlər ki, ancaq budur. Gedib şikayət də edə bilərsiniz. Belə bir cavab gəlib market adminindən və xahiş edirəm, buradan səslənirəm bir istehlakçı kimi, Azərbaycan vətəndaşı kimi. Niyə axı qənaətə qaçırlar? Hətta pulumuzu alsalar da marketlər, amma gigiyenanı, qida təhlükəsizliyini qorumurlar. Aidiyyatı qurumlardan xahiş edirik ki, ciddi şəkildə tədbir görsün bunlarla bağlı.